Bir meyxanada epizod yarandı ki, Ağasəlim didi meyxananı. Bilirsən, sözü sözdən tuturdular meyxana deyənlər. Sözü sözdən tuturdular, sözü hərəkətdən tuturdular, sözü baxışdan tuturdular, qafiyəni. Ağasəlim dediyi Kərim, Elçin, Məşəd Baba, Molla Məmməd, otururlar hamısı da, bir daha meyxana gedir burada, ləzzətli. Ağasəlim də bunlarla didi, Ağa Mirzə, didi, biraz da pul atırlar stolun üstüne, bir xeyli dollar zat da var burada. Ağasəlim də Allah rəhmət eləsin, yığdılar pulları, koydular Ağasəlimin cibinə. Ağasəlimin cibinə, ağa da gedəsi yeri var. Qeyddi ki, yaxşı baca olanlar, mən bağışlayın, mən gedirəm də. Ağasəlim düzəldi yola. İndi toxunayı içindədir də. Başladı, indi çıxacaq, bayra çıxacaq. Allah Kərimi rəhmət eləsin. Kərim götür mikrofonu birdən. Bir dənə mikrofon idi. Birdən götürdü mikrofonu, qeyddi ki, ağa. Ağasəlim dayandı, fırlandı bulağa tərəf. Dedi, niye bizi tek dağına koyup gedirsən? Pulları karmağına koyup gedirsən? Bir qafiyi qısışdı.